Salam əziz izləyicilər, musiqiçilər, musiqi sevənlər, xoş gördük sizi. Mən Ceyhun Baxışov, Siyəzən şəhərində anadan olmuşam. Uşaq vaxtlarımdan yəni bu sənəti sevmişəm, atamda görmüşəm, onu da görüb sevmişəm bu sənəti və başlamışam öyrənməyə. Düzdür, musiqi təhsilim olmasa da belə, uşaq vaxtlarından atamla birgə el şənliklərində, tədbirlərdə çox iştirak edirdim və ona görə də bu sənəti mən sevdim, həqiqətən sevdim, yiyələndim bu sənətə. Şükürlər olsun bu günümüzə, yəni Azərbaycanda belə deyək də bu cavanların içində bizim də adımız çəkilir. Mən Allaha sonsuz təşəkkürümü bildirirəm ki, bunu mənə yaşadıb, qismət eləyib. Mənim üçün böyük fəxirdir. Bəlkə də bu tədbirlər, el şənlikləri məni təhsildən uzaqlaşdırdı. Mənim biraz fikrim yönəldi toylara, tədbirlərə. Çox istəyərdim ki, musiqi təhsilim olsun, bu təhsildən gözəl yararlana bilərdim. Yenə də təəssüflər olsun, qismət beləymiş, amma şükürlər olsun Allaha, Allahın mənə verdiyi istedadı var. Min şükürlər olsun, mən Allahımdan çox razıyam. Yenə də bugünkü gün Azərbaycanda bizim də adımız o musiqiçilərin, nağara ifaçılarının içində çəkilirsə, xoş mənim halıma. Gənclərə də tövsiyəm budur ki, musiqi təhsilinə yiyələnsinlər. Çox gözəl bir şeydir, amma güclü məşqlər mütləq olmalıdır. Yəni, güclü məşqlər eləmək lazımdır ki, yaxşı ifaçı olasan. Unutmamaq lazımdır ki, istedad hər zaman özünü biruza verir. Düzdür, mənim musiqi təhsilim olmasa da belə, amma şükürlər olsun, bugünkü gün onlarca mənim tələbələrim var ki, onlar müxtəlif müəssisələrdə müəllim kimi fəaliyyət göstərirlər. Onlardan bir ikisinin adını deyə bilərəm. Əlidir, Kənandır, Cəbraildir, Anardır və çoxları var. Mən bugünkü gün onunla fəxr edirəm, qürur duyuram ki, mənim belə tələbələrim var, müəllim işləyirlər. Ümumiyyətlə, bütün gənclərə bir daha tövsiyəm odur ki, savad, musiqi savadı mütləq lazımdır insana. Mən özüm tələbələrlə də dərs zamanı hər zaman onlara, yəni, nağaranın tutuş qaydasıdır, pastonovkadır, belə deyirlər, indi rus dilində də olsa pastonovkasıdır, oturuş qaydasıdır, əl zərbələrinin düzgün vurulmasıdır. Hər zaman bacardığımı öz tələbələrimə, yəni, vurğulamışam, demişəm, öyrətmişəm bacardığımızdan. Yəni, şükürlər olsun yenə də bu günə, hər şey yolundadır, yaxşıdır və onlardan da tələbim odur ki, onlar da öz tələbələrinə düzgün dərs keçsinlər. Yəni, əsas nağaranın, yenə də deyirəm, duruş qaydasıdır, ayağın pastonovkasıdır, ayaq da rol oynayır orada, əl zərbələrdir. Onları tövsiyə edirəm ki, yəni, onlar da öz tələbələrinə bunları mütləq şəkildə öyrətsinlər. Unutmamaq lazımdır ki, düzgün ifa üçün düzgün əl zərbələri, pastonovka mütləqdir. Əsas da bu nağara sənətində, nağara ifasında qamət düz olmalıdır. Yenə də deyirəm, əl zərbələri, şapalaqlar düz olmalıdır. Bir çox tələbələr var ki, gəlir mənim yanıma öyrənmək üçün, amma baxıram ki, musiqi təhsilləri olsa da belə, amma əl zərbələri düzgün deyil. Mən müəllimlərdən yenə də rica edirəm ki, elə şeylərə diqqətlə fikir versinlər. Çünki uşaqlar bizim gələcəyimizdir. Düzgün yiyələnsinlər bu sənətə. Onların ifalarının davamlılığı üçün düzgün quruluş çox önəmlidir. Və xüsusən də zilbəm zərbələri əlin yumşaq hissəsindən olmalıdır. Bir çox gənclər var ki, rast gəlir mənə, əllərinin içi çox pis vəziyyətdə olur. Bilirsiniz bu nədən irəli gəlir? Çünki pastonovka düz deyil. Ona görə mən tövsiyə edərdim ki, yəni əlin yumşaq hissəsi ilə vurulsun zərbələr. Eləcə də biləyin funksionallığını maksimum şəkildə artırmaq lazımdır. Biri var qolla ifa edirsən, amma biləyin də çox böyük rol oynayır. Yenə də sözüm müəllimlərədir, çox xahiş edirəm, tələbələrlə maksimum şəkildə ciddi məşğul olsunlar. Düzdür, bugün mən biraz nağaranın problemlərindən danışdım, bildiyim qədər. Amma onlar da deyilməlidir gənclərə. Amma şükürlər olsun, bugünkü gün Azərbaycanda gənc nağara ifaçıları çoxdur. Baxırıq, bəyənirəm də, xoşuma da gəlir. Gözəl, maşallah olsun, sevinirəm ki, nağara sənəti davam edir və bununla da qürur duyuram. Bu nağara aləti bizə qədim babalardan miras qalıb. Çingiz Mehdiyev,
Zöhrəm Məmmədov, Gülağa müəllim, Səlim Quliyev, Şirzad Həsənov, Rafiq Balıbekov, Rasim Fatmeli, Allah qəni-qəni rəhmət eləsin, bizim gözəl sənətkarlarımız olub. Onlar bu aləti bizə sevdiriblər. Bugünkü gün nağara sənətini bütün dünyada tanıdan, sevdirən bizim Azərbaycan Respublikasının xalq artisti Natiq müəllim, Allah var eləsin. Azərbaycan Respublikasının əməkdar artisti Kamran Kərimov nağara sənətini dünyada tanıdırlar, sevdirirlər və mən bununla qürur duyuram, sevinirəm. Allah uzun ömür, can sağlığı versin bizim gözəl sənətkarlarımıza. Günümüzün bu günündə də bizim çox böyük ustad sənətkarlarımız var. İsmail Pirşağı, Elşən Qasımov, Fuad Mehdiyev, Elşad Şəkili, Allah can sağlığı versin hər birinə. Onlar bu sahəni layiqincə təmsil edən simalardandır. Ola bilər kimlərin adını unutdumsa, üzürlü bilər məni. Allah yenə də hər birinə can sağlığı versin. Dünyadan köçənlərə də Allah rəhmət eləsin, qəni-qəni. Mən Ceyhun Dağlı bu nağara sənətini istərdim ki, həmişə zirvələrdə qalsın, gücümüz çatan qədər qoruyaq, saxlayaq və gənc nəslə düzgün şəkildə ötürək. Sonda hər birinizə təşəkkür edirəm. Nə qüsurum oldusa üzürlü bilərsiniz. Kimlərisə unutdumsa, yenə də üzürlü bilərlər. Yenə də Allah dünyadan köçən sənətkarlarımıza qəni-qəni rəhmət eləsin. Qalanlara da can sağlığı arzulayıram. Var olun.